Salamlar, müəlliminiz axşamınız xeyir olsun. Maraqlı oyun alındı. Çox maraqlı oyun alındı. Fürsətdən istifadə edib belə gələn bütün azarkeşlərə təşəkkür eləmək istəyirəm. Belə bir oyunda, belə bir vaxtı bizləri tək qoymadılar bu cür oyunda və həm Qarabağ azarkeşləri, həm Sabah azarkeşləri. Həqiqətən bugün çox gözəl atmosfer var idi stadionda. Çoxdandır ölkə çempionatında belə bu cür atmosfer, belə bir oyun bəlkə də görməmişdik. Oyun da çox maraqlı alındı. Düşünürəm elə əsl azarkeşlər üçün olan oyun alındı. Bol qollu, həm də fərqli 3-0, sonradan 3-3 bərabərlik. Və ümumi azarkeş üçün nə görmək istəyirsə meydanda düşünürəm ki, hamısını görə bildilər və hər iki komandanın futbolçularına təşəkkür edirəm ki, belə bir dinamik, belə sürətli, belə maraqlı hücumlar quraraq belə bir oyun göstərdilər. Buyurun, sualları keçirlər. Buyurun, Aras. Müəllim, bugün mən oyunun sonunda əlavə olmuş vaxtla bağlı sual vermək istəyirəm. 84-cü dəqiqədə oyun dayandı və 90-cı dəqiqədə başladı bu epizodunda. Daha sonra orada qırmızı vərəq epizodları 3-4 dəqiqə orada dayandı. Amma hakim əlavə 6 dəqiqə əlavə edir görüşə və 6 dəqiqə tam bitməmiş oyunu bitirdi. Yəni, bu biraz bizə açıqçası qəribə gəldi. Niyə belə tez bitirdilər? Onu əlavə eləmədi. Yəni, elə şərhə ehtiyac yoxdur. Çox az doğrudan da əlavə elədi. Yəni, belə bir oyunda bəzən elə olur ki, elə oyunlar olur ki, deyirsən ki, bu oyun bitməsin ki, azarkeşlər daha çox, daha maraqlı, yəni, ola bilər epizodlar görərdilər, ola bilər dəyişikliklər görərdilər. Sadəcə, nə bilim, bitirdi də, amma mən də yəni düşünürəm ki, çox az əlavə elədi. Üzr istəyirəm. Biz yəni kompensasiya olaraq təqribən 10 dəqiqə gözləyirik. 6 dəqiqə qaldıranda bizə qəribə gəldi açıqçası. Yəni o qədər dəyişmələr demək olar ki, elə 3 dəfə səhvdir, biz 13 dəyişiklik etdik, bir 3 dəfə də yəqin onlar etdilər və dediyin kimi o qədər pauzalar, 2 epizodda o qədər pauza, 6 dəqiqə mən belə az idi. Mən də elə düşünürəm. Buyurun, buyurun. Ondan sonra təxminən 1 dəqiqə həmşandan söhbət edirdi. Stil deyilsə, nəsə danışırdı? Biraz o şeylə bağlı, nə deyim, münaqişə ilə bağlı, bəli, biraz onların köməkçi məşqçi, bizim məşqçilərlə biraz belə münaqişə yarandı, biraz ədəbsizlik elədi bizim məşqçilərə qarşı. Yəni baş məşqçi onun əvəzinə üzr istəyirdi. Mən ona dedim ki, yəni bütün kollektivdən üzr istəməlidir. Çox böyük ədəbsizlik elədi və sonra yenə öz fikirlərimi bildirdim. Və baş məşqçi ilə kulturlu formada yaxınlaşdı, dedi ki, bəs mən onun əvəzinə üzr istəmirəm. Yəni o diskussiya oldu. Buyurun. Rəqib baş məşqçi bildirdi ki, konsentrasiya etkisi oldu sonda, komanda arzusu olmalar artıq. Siz necə düşünürsünüz rəqibin baş məşqçinin bu fikrindən və sizə görə komanda niyə gec cavab verir, sabaha yalnız son Yox, bugün yəni hər iki komanda elə bir səviyyədədir ki, yəni bu cür hallar ola bilər. Yəni rəqibin hücum xətti çox sürətlidir. Yəni istənilən əks hücumdan maksimum istifadə edə bilər. Ümumi oyun planında çox yaxşı oyun planı qurub. Yəni o neçə oyundur. Yəni onu biz şahidi olaraq görürük belə. Yəni mən yadınızdadırsa həmişə fikirlərimi bildirirəm ki, bugün futbol elə bir həddə gəlib çatıb ki, istənilən nəticə və bugün 2-0, 3-0 hesabı bizim üçün kruplu, belə də böyük hesabdır deyə biz düşünməli deyilik. Bugün istənilən oyunda bu qədər qol görünür. Sadəcə onlar, yəni bizim ilk hissədə də bizim çox yaxşı qol epizodlarımız oldu. Sadəcə istifadə edə bilmədik. Amma rəqib həm ustalığından, həm sürətindən, həm qurduğu oyundan istifadə elədi və ikinci hissə başlayanda biz biraz riskə atıldıq və onlar həmən istifadə elədilər və sonra get-gedə oyunlar almağı bacardıq. Yəni bu normal. Yəni bu futbolun belə deyək də o sevilən tərəfi də elə buna görədir ki, bəzən sənin düşünmədiyin hallarla üzləşsən oyun gedişatında. Mehman, buyurun. İki sual var da, artıq Avropa başa çatıb, qarşıda tam bir dövrə var, hələ üstəlik ölkə kuboku da var, qarşıda çətin sınav. Son dövrədən, həlledici dövrədən gözəltisi nədir? Yəni, komanda fiziki, psixoloji baxımından nə dərəcədə hazır bu həlledici döyüşə və sizi belə bir məqamda narahat
Narahat edən məqam sadəcə biraz futbolçuların biraz bərpasıdır. İstərsəməz çox sıx bir qrafikdə yəni oynayırdıq bütün oyunları və çox gərgin bir qrafikdə oynayırdıq. Və həmən bu cür oyun, belə bir oyun oldu. Newcastle-dan sonra və 3 gün sonra yenə kubok oyunu, sonra yenə çempionat oyunu. Bu arada biraz çox düşünməli ki, futbolçular necə biz daha çox bərpa edəcəyik. Ən çox narahat edən məqam budur. Və ümumən çempionatımız gördüyünüz kimi gərgin gedir. Biz hər oyuna elə hazır olmalıyıq ki, sonraki mübarizə aparmaq üçün. Yəni bunun üçün də güc lazımdır. Bunun üçün tam bərpa olmaq lazımdır. İnşallah düşünürəm ki, olacaq qarşıda. Bəlkə hansısa bir yüngül rotasiyalar eləyərək bəzi oyuncuları çalışacaq ki, biraz tez bərpa olunsunlar. Amma ümumən belə hələ yorğunçuluq var. Biraz müddət lazımdır ki, biraz həm fiziki, həm psixoloji ki, özümüzə tam gələk. İkinci son bir 4 əvəz etmək də dediniz, səfərlərimizə biri futbolcu. Yəqin ki, hazır olmayan oyuncu yox idi deyə buraxmanız və bu sualın davamı olaraq həmin Qınali'nin nə vaxt belə deyək, heç 15 illəri meydanda? Yox, hazır olmayan deməzdim belə. Sadəcə oyunun gedişatına görə belə bir addım atdıq. Amma qaldı ki, Qınali'yə görə, inşallah qarşıdakı oyunlarda görəcəyik. Yəni elə, məncə tez bir zamanda bir olacaq oyunlar. Bəli. Emin buyur. Mən oyundan sonra geyim otağında futbolçular sevinirdilər ki, oyunun xilasətinə alındı, ya da məruz qalırlar. Normal belə. Məsuliyyət da vardı, biraz sevinç də var idi, istər-istəməz. Bəlkə də futbolçular, məndə də narazılıq vardı ki, 90 dəqiqə fiziki çatdırmarıq deyə biraz ola bilər gücümüz tükənsin, amma yəni çox razı qaldım, hansı ki o yorğun olduqları halda o enerjini tapdılar, onu çıxartdılar üzə və yəni rəqibin üzərinə getməkdən çəkinmədilər. Yəni ki, birdən gücüm tükənər, belə birdən hansısa bir zədə ola bilər. Amma belə çox fikirlərimi də bildirdim, təşəkkür edirəm hər birinə. Yəni biz bu xaraktersiz yəni belə nəticə əldə edə bilmərik və özdəki qarşımızda yaxşı rəqib olanda. Kəram. Mənim artıq Qarabağın çempion olmaq yönündə tarihi öz əllərində deyil. Bu durumu necə şərh edə bilərsiniz? Həmçinin Qarabağın son 20 dəqiqədə göstərdiyi oyun, onu deməyə əsas verir, Dabrasukasının sirlərini artıq açdınız. Deməzdim belə. Mən öz əlimizdə dedikdə, yəni hələ qarşıda çox oyun var və biz ümumən belə bir mütləq biz o uğuru etməliyik, mütləq bir çempion olmalıyıq deyə belə bir bizim heç vaxt fikirlərimiz olmayıb, düşüncələrimiz olmayıb. Çünki biz həmişə olan hadisələri normal qarşılamışıq. Biz həm məcbur deyilik hər il çempion olmağa və yaxud belə bir termin futbolda yoxdur. Bir komanda hər il çempion olmalıdır. Sadəcə bəzən oyunun alınıb alınmadığı vaxtlar olur. Bəzən hansısa bir böyük klubların görsən problemlərlə üzləşdiyi vaxtlar olur. Bəzən digər klubların birdən sənin düşünmədiyin, məsələn bugün Sabah kimi neçə illərin bir komandasını formalaşıblar və bugün yaxşı bir komplekt, yaxşı bir kollektiv formalaşdırıblar. Yəni ümumən belə hər şey ola bilər. Amma biz yenə sona kimi mübarizə aparacağıq, sona kimi əl çəkməyəcəyik və əlbəttə ki, biz qarşıdakı, yəni sonraki mübarizə aparmaq istəyiriksə, qarşıdakı oyunlarda həddindən artıq məsuliyyətli olmalıyıq, həddindən artıq aktiv olmalıyıq. Qaldı ki, kartlarına yox, yəni futbol elə bir oyundur ki, istər-istəməz orada bəzi anlarda xarakter üstün gəlir. Çünki futbol hamı demək olar ki, eyni fikirləri söyləyir, eyni tələbləri eləyir. Amma və onu icra eləyənlər də gərək düşündüyün kimi olsun, hansı ki, səni anlayan olsun. Amma ümumən belə biz sadəcə bugün Sabahın gücünü daha yaxşı bildik. Bugün həqiqətən həm sürətli, həm fiziki baxımdan, həm taktiki baxımdan çox yaxşı bir komanda formalaşdırılıb edirəm. Deməli, biz yəni əgər biz qalib gəlmək istəyiriksə, bugünkündən daha yaxşı oynamalıyıq, daha hazırlıqlı olmalıyıq. Növbəti sual. Buyur. İlkin sualınız biraz. Bugün Bəhlulun yoxluğunda siz Mateus'un müdafiənin mərkəzinə seçmişdiniz, amma daha vacib
ikinci olaraq o performansı göstərmirdi. Yəni, Bədavini oynadıb, Mateusu öz mövqeyində oynatmaq sizə daha doğru olmazmı? Və yaxud da ki, hansı problemlər oldu ki? Yox, doğru olmadığını bilmirəm, doğru etdim, yanlış etdim, amma yəni bugün yəni mənim düşündüyüm, yəni mən bunu görürdüm ki, bugün belə daha uyğun olar və bugün Dani Bolt yəni heç də zəif performans göstərmədi. Yəni qarşısında Mavu da vardı, hansı ki bəlkə də çempionatın ən sürətli oyuncularından biri idi və ona qarşı da düzdür, biz məsələn daha çox əks hücumları tutdular, hansı ki bundan istifadə edə bildi, hansı ki Mavudan vurduğu gol, bu normal bir haldır, amma ümumən belə yəni mən razı qaldım yəni onun da oyunundan və Kaşka gəldikdə hə ola bilər indi öz köhnə komandası idi, ola bilər biraz həyəcan var idi, bəli daha yaxşı oynamalı, daha yaxşı oynaya bilərdi. Ümumən belə yəni Dani də bizim əsl oyuncularımızdan biridir və belə bir yəni qarşıdakı onlarda da belə bir təkrar yəni qoya bilərəm, yəni eyni ilə oynaya bilərik. Amma o bir variant da əlbəttə ki olacaq, o da olacaq. Bir də Musa'nın performansı ilə bağlı son onlarda, yəni əsasən çempionatlarda Qarabağ Krasiyalı olunur. Nə düşünürsünüz? Hücumda Tomadi oynamağa hazırdır Musa yoxsa? Musa çox əziyyət çəkir, yəni çox çalışır, çox əziyyət çəkir. Sadəcə istər-istəməz bir belə deyək də təxmini bir 11-liyin formalaşdırdığı bir məqam olur da, hansı ki istər-istəməz oyun daha çox oyun üzərində qurursan və yaxud dəyişiklik edəndə hansısa bir iki oyuncu var olur ki onu ürəklə meydana buraxa bilirsən. Onlardan biri Musadır məsələn, hansı ki o qol vurmaq hissiyatı onda çox yaxşıdır və sonradan oyuna girdiyi oyunlarda da demək olar ki çoxunda fərqlənə bilir. Amma yəni sabah yəni onun da əslində görmək ehtimalımız var. Yəni bu cür davam eləsə daha da yəni görünür odur ki daha da aktiv məşq eləyir, aktiv vardılar. Yəni hər şey ola bilər. Buyurun. Oyunculara keçdik. Zubiri soruşurum. Zubirin performansına razısınız. Yəni sabitlik baxımından. Çünki bəli seçəcək. Sadəcə sanki onun oyunda bir sabitlik problemi var. Yəni razıyam. Razıyam. Yəni onun gördüyü çox iş var meydanda. Ola bilər məsələn hansı ki kənardan görünməyən tərəfləri var, amma ümumi bizim hücumlarımızın qurulmasında, hücumların tamamlanmasında ümumən yəni siz də bilirsiniz ki Elvinlə o çox yaxşı bir tandemdir. Yəni hansı ki çox göz yumulu bir-birini anlayırlar, başa düşürlər və yəni belə mənim vacib oyuncularımdandır. Sağ olun, təşəkkürlər. Sağ olun.